Ermənistan Azərbaycana qarşı mina terroru davam edir. Mina terroru erməni terrorizminin əsas və çirkin oyunlarının göstəricisidir. Elə ötən gün Ağdərədə, bugün isə Goranboyda mülki şəxslərin minaya düşməsi də bu terrorizmin növbəti sübutudur. Dünən axşam saat 20:30 radələrində Ağdərə rayonunun Qızıloba kəndinə yaxın minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini 47 yaşlı Telman Hüseynov heyvan otararkən piyada əleyhinə minaya düşüb. Partlayış nəticəsində Telman Hüseynov sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs Bərdə rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Aşıq baldır oynağı səviyyəsində travmatik amputasiya qeyd edilir. Xəstə demək ki, əməliyyata götürülür, planlaşdırılır ki, şopar oynağı səviyyəsində xəstədə amputasiya əməliyyatı aparılsın. Bugün isə saat 13:30 radələrində Goranboy rayonunun Yenikənd kənd ərazisində mina hadisəsi baş verib. Rayonun Qaraçınar kənd sakini 45 yaşlı Qalib Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonunun Yenikənd kənd ərazisində malqara otararkən minaya düşərək xəsarət alıb. Ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib, vəziyyəti orta ağır qiymətləndirilir. Malın arxasınca gedəndə mina düşüb və mallar itmişdi. Malların dalınca gedəndə. Qaraçınarın üstü Gülüstan meşəsidir. Neytral zona mal gedib 5 mal orada zadıb. Malın arxasınca gedirlərmiş. Mal tapmağı. Mal itim malın dalınca gedəndə ana sürmüşnəm, 40 yıl olmuş. Yanında da bir şəkəli yaxın, yanında nə yaxşı yoldaşı varmış. Da mal utaran orada da mina düşüb. Erməni minasına düşüb. Balacam adam minalasına. O da topuqdan aşağısına aparıb. 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların bastırılması nəticəsində ölən və yaralananların statistikası artmaqda davam edir. Təəssüflər olsun ki, Ermənistan tərəfi Azərbaycana təqdim etdiyi minaların xəritələrinin dəqiqliyi nisbəti 20-25%-dən artıq deyil və baxmayaraq ki, bu minaların dəqiq sxemləri Ermənistan tərəfində olsa da Azərbaycana təqdim edilmir və onun acı fəsadları da özünü göstərir. Və düşünürəm ki, beynəlxalq ictimaiyyət bu xüsusda Ermənistan tərəfinə təzyiqləri çoxaltmalıdır. Azərbaycan da diplomatik müstəvidə demək olar ki, hər bir mötəbər tədbirdə mina təhdidinin hələ də qaldığını, mina terrorunun davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Qeyd edək ki, hər iki faktla bağlı Goranboy və Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Emin Babayev, Fidan Səfər, Space xəbər.